Danışırıq atmosfer haqqında. Atmosfer yerin ən üst qatı olmaqla hava təbəqəsini əmələ gətirir. Deməli, əhəmiyyəti yeri əhatə edir, onunla birlikdə fırlanır, səsin yayılmasına şərait yaradır, yeri çox qızmaqdan, çox soyumaqdan qoruyur, yerə yaxınlaşarkən havanın sıxlığı artır cazibə qüvvəsinə görə. Atmosferin tərkibində ən çox qaz, oksigen yox, azotdur. Sonra atmosferin quruluşuna gəlin baxaq. Deməli, mən sizə nə danışıramsa, sizdən də onu soruşacağam. Əlavə məlumatları oxumağınıza ehtiyac yoxdur. Deməli, uşaqlar, atmosferin altdan yuxarıya doğru təbəqələrinə baxaq. Troposfer, stratosfer, mezosfer, termosfer, eksosfer. 5 dənə təbəqəsi var. Biz hal-hazırda yaşayırıq troposferin içində. Troposferdə deməli, normal temperatur, təzyiq müşahidə olunur. Yuxarıya qalxdıqca temperatur, təzyiq azalır. Stratosfer qatının içində deməli ozon qatı var. Ozon yeri, baxın burada yazılıb. Ozon deməli yeri ultrabənövşəyi şüalardan qoruyur. Stratosferdə yerdə yaşayan canlıları zərərli şüalardan qoruyan ozon qatı var. Zərərli şüalardan. Aha. Sonra gəlir deməli mezosfer. Mezosfer deməli termosfer, eksosfer, ardıcıllıq belədir. Termosferin də içində ion qatı var. İon da yeri infraqırmızı şüalardan qoruyur. Deməli bu termosferin içində olan ion qatında hal-hazırda yerdə olan, yəni bizim bütün bu rabitə əlaqələrimiz hamısı termosferin içindəki ion qatı ilə əlaqəlidir. Deməli, əsas yadda saxlayırıq. Stratosferin içində ozon, termosferin içində ion qatı. Troposferin hündürlüyü ekvatorda ən deməli azdır, ən çoxdur. Çünki ekvatorda deməli cazibə qüvvəsi aşağıdır. Cazibə qüvvəsi az olduğuna görə hava rahatlıqla yuxarıya qalxır və qalınlığı çox olur. Amma qütblərdə cazibə qüvvəsi çoxdur deyə deməli havanı o cazibə sıxıb özündə saxlayır, yuxarıya buraxmadığına görə orada deyirik ki, atmosferin qalınlığı azdır. Sonra stratosfer deməli dedik ki, stratosferin içində ozon qatı, mezosferin hündürlüyü 50-55 km-dən 80 km-ə qədər, termosferinki 800-80-800 arasıdır. Ən qalın qat eksosferdir, 3000 km-ə qədər, 3 km-ə qədər deməli 3000 davam eləyir. Baxaq indi günəş radiasiyasına. Uşaqlar, ümumi günəş radiasiyası düzlə səpələnənin cəminə deyilir. Düz radiasiya odur ki, günəş yerə 90 dərəcə bucaq altında düşsün. Aha, bu da harda mümkündür? Harda ki, bulut azdır, yəni ki, şüalar heç bir maneəyə rast gəlmədən yerə çatır. Yer təbəqəsinə çatır. Amma harda bulut çoxdur, tutaq ki, bura buluddur, günəş oradan-buradan belə yerə çatacaq. Ona görə deyirik ki, deməli, səpələnən düz radiasiya, düz radiasiya tropiklərdə müşahidə olunur. Səpələnən radiasiya isə daha çox ekvatorial və mülayim illiklərdə, harda ki, bulud çoxdur, orada müşahidə olunur. Qütblərdə, tropiklərdə düz, ekvatorda, mülayimdə isə səpələnən radiasiya. Bunların ikisinin cəminə də ümumi radiasiya deyilir. Ümumi radiasiya ən çox tropiklərdədir. 200-220 kilokalori. Ümumi radiasiyanın yer səthindən qızmasına sərf olunan hissəsi udulandır. Bir də var əks olunan radiasiya. Baxın, deməli, udulan radiasiya odur ki, tutaq ki, torpaq, məsələn də radiasiyanın 25%-ni udur, özündə saxlayır. Yəni, bu onun istilənməsinə sərf olunur. Bir də var ki, əks olunan radiasiya. Əks olunan radiasiya odur ki, məsələn, deyək ki, buzlarda günəş şüası düşür müəyyən qədər, onun 95%-i geri qayıdır, əks olunur. Ən çox əks olunma buzdadır 95, meşədə 30, torpaqda 25, qumda 40, suda 15. Ən çox deməli qumla buzdadır. Ən az isə sudadır. Çünki su istilik tutumu yüksəkdir deyə o istiliyi sıxıb özündə saxlayır, yəni ki, əks etdirmir. Bu əks olunmaya albedo deyilir. Deməli, udulan radiasiya ilə, deməli, udulanla əks olunanın ümumi cəminə ümumi radiasiya deyilir. Aha, sonra, görüm nəyi demədim burada. Sonra keçək atmosferin elementlərinə, temperaturdur, təzyiqdir.
Deməli uşaqlar, temperatur ən yüksək və ən alçaq haralarda? Bax, burada Şimali Amerikada ölüm dərəsi 56, Tripolidə 58, Tar səhrası tərəfdə bura 53, sonra Avstraliyada Nullarbor düzənliyində 51, ən azlar isə deməli, birincisi Antarktidadadır, Fudzi günbəzi. Testin sualı, Fudzi günbəzi. -91-dir. Bunu Yaponlar kəşf eləyib, ona görə adı Fudzidir. Burada isə deməli Rusiyada Oymyakon məntəqəsidir. -71 dərəcə. Ən çoxlar ABŞ-da ölüm dərəsi, Tripoli, Tar səhrası, Nullarbor düzənliyi, ən azlar Fudzi günbəzi, Oymyakon məntəqəsi. Temperatur deməli burada müşahidə olundu. Sonra var temperaturun, deməli, sutkalıq temperatur amplitudu. Amplituda ümumiyyətlə nədir? Ən yüksək temperaturla ən aşağı temperaturun fərqinə deyilir. Var sutkalıq amplitud, var illik amplitud. Sutkalıq amplitud odur ki, gün ərzində, yəni bu 24 saat ərzində temperaturun ən çox olduğu vaxtla ən az olduğu vaxtın fərqi. Deyək ki, gündüz temperatur səhralarda qalxır olur 50 dərəcə. Gecə də bulud olmadığına görə düşür mənfiyə. Gündüz müsbət 50, düşünün ki, gecə -1. Amplituda görə nə qədər oldu? 51 dərəcə. Yəni ki, deyirik ki, yadda saxlayırıq ki, sutkalıq amplitud ən çox səhralarda müşahidə olunur. Görürsünüz, Böyük Səhra olsun, Ərəbistandır, İrandır, sonra burada Qaraqum, Qızılqum, Gobi, Avstraliyanın səhraları olsun, Kalahari, Namib, Atakama, burada Sonor səhrası, Mojave səhrası. Səhralarda bir sözlə sutkalıq amplitud yüksəkdir. İllik amplitud isə, baxın, illik. İllik isə mülayim illiklərdə müşahidə olunur. İllik nə deməkdir? Yanvarla iyunun temperaturunun fərqi. Ən çox temperatur iyunda müşahidə olunur, ən az yanvarda da bilirik. Yəni, burada da, məsələn, deyək ki, bura Sibir bölgəsidir, Rusiyada Sibir. Burada yayda temperatur olur 20 dərəcə, qışda temperatur olur -30. Görün, nə boyda amplituda müşahidə olundu, 50 dərəcə. Yadda belə saxlayırıq. Günlük amplitud səhralarda, illik amplitud mülayimin Sibir bölgəsində, mülayim iqlimin ərazilərində. Məsəl üçün, deyirik ki, burada Şərqi Avropa düzənliyində, Sibir bölgəsində, sonra Şimali Amerikanın mərkəzində, Patagoniyada, buralarda illik amplitud yüksəkdir. Səhralarda günlük amplitud yüksəkdir. Başqa sizə nəyi demədim? Temperaturla bağlı demək deyilən məsələlər, mütləq maksimum temperatur, o deməkdir ki, temperaturun ən çox müşahidə olunduğu ərazilər, bayaq göstərdiklərimiz Liviya, Tripoli ərazisi filan, mütləq minimum isə temperaturun ən az müşahidə olunduğu ərazilərdir. Sutka ərzində, yəni gün boyu, temperaturun ən çox müşahidə olunduğu vaxt saat günorta 2-3 arasıdır. Birinci, niyə belədir? Yəni, məsəl üçün, günəş ən böyük bucaq altında düşür saat 12:00-da. Amma niyə bəs ən yüksək temperatur 2-də, 3-də müşahidə olunur? Ona görə ki, uşaqlar, birinci günəş yeri isidir, yer təbəqəsini. Ondan sonra yerdən qalxan istilik də atmosferi isidir. Yəni ki, günəş 12-də düşür böyük bucaq altında, ondan 2-3 saat sonra isə atmosfer isinməyə başlayır. Səbəb budur. Sonra atmosfer təzyiqindən danışsaq, təzyiq bilirik ki, basınçdır və 7 təzyiq qurşağı var. 7 təzyiq qurşağı. Deyirik ki, deməli, bunlardan, bu 7 təzyiq qurşağından 4-ü yüksəkdir, 3-ü alçaqdır. Yüksək təzyiq müşahidə olunur tropiklərdə, 30 şimal enliyi, 30 cənub enliyi, sonra da bu qütb ərazilərində 60 ilə 90 arasında müşahidə olunur. Bunlar oldu yüksək təzyiq. Alçaq təzyiq isə ekvatorda, bax, bura ekvatorial ərazidir. Burada müşahidə olunur alçaq təzyiq. Bir də haralarda 30 ilə 60 arasında alçaq təzyiqdir. Yəni ki, mülayim enliklər. Mülayimlərlə tropikdə alçaq, belə yadda saxlayırsınız. Tropik enliklərdə, yəni bu 30 şimal enliyi, 30 cənub enliyi və qütblərdə isə yüksək təzyiq müşahidə olunur.
Yüksək təzyiqlə alçaq təzyiqin fərqi odur ki, yüksək təzyiqdə hava yerə basılmış olur. Yüksək basınç var. Hava yerə basılmış olanda yuxarıya qalxa bilmir. Yuxarıya qalxmayanda bulut yaranmır, buxar yaranmır. Buludun, buxarın olmadığı yerdə də nə müşahidə olunur? Səhralaşma. Deməli, yüksək təzyiqdə səhralar, alçaq təzyiqdə isə, yəni ki, rütubət çox olur, yağıntı çox olur, yəni ki, rütubətli ərazilər yaranır. Məsələn, deyək ki, ekvatorialda basınc azdır, rahatlıqla deməli buxar yuxarıya qalxır, buxardan bulut yaranır, buluddan yağış tökülür. Deməli, necə oldu uşaqlar? Bir də deyək, tropiklərdə və qütb ərazilərində yüksək təzyiq, ekvatorialda və mülayim enliklərdə alçaq təzyiq müşahidə olunur. Rütubətdəki bilirik nə olan şeydir. Gəlin indi bunun bir-iki dənə vacib elementinə fikir verək. Var mütləq rütubətlilik, uşaqlar, var nisbi rütubətlilik. Mütləq rütubətlilik odur ki, belə loru başa salım sizi. Bir ərazinin həddən artıq yağıntılı olması. Məsəl üçün, ağlımıza gəlsin ekvatorial enlik. Gecə-gündüz yağır. Ekvatorial enlikdə mütləq rütubətlilik maksimum həddədir. Nisbi rütubətlilik isə odur ki, ora çox yağış yağmır, amma nəmişlik var. Məsələn, nisbi rütubətlilik havanın, yəni faizlə göstəricisidir. Mütləq rütubətlilik isə qramlarla olan göstəricisidir. Məsələn, nisbi rütubətlilik sözünü nəmişlik sözü ilə əvəz eləyin. Böyrünə yazın ki, nəmişlik. Mütləq rütubətlilik harda çoxdur? Ekvatorialda. Nisbi rütubətlilik harda çox olacaq? Qütblərdə, tundrada, tayqada, orada məsələn yağış yağmır, deyək ki də qütbə. Bilirik ki, bulut yoxdur axı. Ora az yağış yağır, amma nəmişli ərazidir. Niyə? Çünki orada az da olsa rütubət var, ancaq onu buxarlandıran günəş istiliyi yoxdur. Günəş olmadığına görə də orada nə qədər buxar varsa, bulut varsa, nə qədər yağıntı varsa, o olduğu kimi də qalır. Yəni, buxarlanmır deyə nəmişlik yaranır. Deməli, necə oldu? Nisbi rütubətlilik çox oldu, tayqa, sonra tundra, qeyd eləyin, tundra, qütblər, bir sözlə qütblər və mütləq rütubətlilik harada çox qeydə alınır? Ekvatorial ərazilərdə. Haradakı gecə-gündüz yağış yağır. Rütubətlilik əmsalı nə olan şeydir? Yağıntının buxarlanmaya olan nisbəti. Məsələn, deyək ki, bu harada ən çox olacaq? Ekvatorda. Ekvatorda yağıntı deyək ki, düşür 2500. Qabiliyyət isə, buxarlanma qabiliyyəti isə 2000-dir. 2500-ü 2000-ə böləndə vahiddən böyük oldu. Vahiddən böyük olur buxarlanma qabiliyyəti, buxarlanma əmsalı. Haralarda vahiddən böyük olur? Ekvatorda, tundrada, tayqada, qütblərdə. Harada bayaq saydıq ki, nisbi rütubəti yüksəkdir. Həmin ərazilərdə rütubətlənmə əmsalı da vahiddən böyükdür. Harada vahiddən kiçik olacaq uşaqlar? Baxın, bəzən deyirsiniz ki, savannada. Amma savannada rütubətlənmə əmsalı vahiddən kiçikdir. Baxın, burada savanna. Görürsünüz, yazıbdır ki, 0.8 ilə 1 arası. Çöllərdə 0.3, 0.6 arası. Yarım səhra ilə səhra məlum məsələdir. Onsuz da azdır da orada. Aha, deməli, yüksək olanlar ekvatorial, tayqa, tundra, qütblər. Bunu da yadda saxladıq. Burada isə istilik qurşaqlarıdır. İstilik qurşaqları 7 dənədir. Biri, deməli, istilik qurşağıdır. Bura isti qurşaq deyirik. İsti, burada deməli, mülayim, sonra gəlir soyuq və qütb. 7 dənədir. Bax, işıqlanma qurşaqlarından fərqlidir bu. Bu, işıqlanma qurşaqları 5 dənədir. İstilik qurşaqları 7 dənədir. İstilik qurşağının fərqi odur ki, temperatur hər yerdə 20 selsi, yəni ən azı 20 selsidir. Mülayimdə 20-10 selsi arası dəyişir. Soyuqda 20-10-0 arası. Qütb istilik qurşağında isə 0 selsidən də az olur temperatur. İşıqlanma qurşaqlarında necə idi? Demişdik ki, bura 23.5-də 23-lər arası. 23-lər arasına deyirik ki, deməli,
tropik işıqlanma qurşağı. 23 ilə 66 arasında deyirik ki, mülayim işıqlanma qurşağı. 66 ilə 90 arasında deyirik ki, qütb işıqlanma qurşağı. İşıqlanma qurşaqlarını müəyyən eləyirdi enliklər. Yəni 23.5, 66.5 və 90 enliklər. İstilik qurşaqlarını müəyyən eləyir. Orta aylıq temperaturlar. Bir-birindən fərqi budur. Gəlin küləklərə baxaq. Deməli, uşaqlar, var mövsümi küləklər, var daimi küləklər. Bir də var yerli küləklər. Yerli küləklər, baxın, burada Fransadır. Fransada Mistral. İtaliyada Sirocco. Deməli, Baykal ətrafında sarma, Baykal ətrafında. Qara dəniz ətrafında bora. Sonra Ərəbistanda səmumdur, xəmsindir, Avstraliyada vili-vilidir, Filippində baguyodur. Bunlar testin sualları. Bir də təkrarlayırıq. Fransada Mistral, İtaliyada Sirocco, Qara dəniz ətrafında bora, Baykal ətrafında sarma, Filippində baguyo, Avstraliyada vili-vili, Ərəbistanda səmum, xəmsin. Bunlar oldu bizim yerli küləklərimiz. Daimi küləklərə gəlin baxaq. Daimi küləklər, baxın, bura ekvator xəttidir. Bunlar da 23.5 tropiklərdir, tropik xətlərdir. Daimi küləklər, qırıq-qırıq xətlərdən başlayır. Məsələn, bura bilirik ki, qırıq-qırıq xətlə göstərilir də xəritədə. Demək, uşaqlar, var passat küləkləri, qərb küləkləri, qütb küləkləri. 3 dənə daimi küləyimiz var. Passat küləkləri, demək, tropikdən ekvatora əsir, gördüyümüz kimi. Tropikdən ekvatora. Və istiqaməti necədir? Görürük ki, sağdan sola. Şimal yarımkürəsində şimal-şərqdən cənub-qərbə, cənub yarımkürəsində cənub-şərqdən şimal-qərbə gedir. Görürük oxları. Tropiklər arasında müşahidə olunur. Tropiklər arasında hansı ərazilər var? Ekvatordur, Cənubi Amerikadır, mərkəzi, deməli, Cənub-Şərqi Asiyadır, Avstraliyanın şimalıdır. Buralarda müşahidə olunur. Qərb küləkləri də tropikdən əsir. Amma qərb küləyinin fərqi passatdan odur ki, bu soldan sağa gedir. Soldan sağa. Qərb küləyi tropikdən mülayimə əsir. Ən çox da Qərbi Avropaya təsir göstərir. Deməli, burada necə olacaq? Şimal yarımkürəsində cənub şərqdən şimal qərbə, cənub yarımkürəsində şimal qərbdən cənub şərqə. Deməli, qərb küləkləri şərqə gedir, passat küləkləri qərbə gedir. Soldan sağa, qərb küləkləri sağdan sola hərəkət eləyir. Qütb küləkləri də passatdan eynidir. Görürsünüz, bunların da oxları passatdakı kimidir. Deməli, bu da soldan sağa doğru hərəkət, daha doğrusu sağdan sola doğru hərəkət eləyir. Passatdan eynidir. Sonra, demək, baxın, passatları ayrıca da göstərib burada. Passatlar Afrikaya təsir eləyir. Deməli, Amerikanın cənubuna, Cənubi Amerikanın şimalına, Avstraliyanın şimalına, Cənub-Şərqi Asiyaya. Sonra, qərb küləkləri 40-60 enliklərə, yəni mülayim enliklərə təsir eləyir. Tropikdən mülayimə gəlir. Qərb küləyinin istiqamətinə baxın, haralara təsir eləyir. Qərbi Avropaya, ən çox Qərbi Avropaya təsir eləyir. Sonra, yerli küləklərdəki dedik bayaq, Azərbaycanda da dağ-dərə küləkləri var. Məsələn, Azərbaycanın dağlıq vilayətlərində ilin isti dövründə, xüsusilə yayda, deməli, çox təkrarlanır. Gecələr külək dərələr, deməli, gecələr külək dərələr, eləcə də yamaclar boyu dağdan dəriyə. Baxın, gündüz. Dərədən dağa gedir, yuxarıya doğru hərəkət eləyir. Gecə isə dağdan dəriyə düşür. Bunun səbəbi odur ki, külək elə bir ki, təzyiq yüksək olur gündüz. Yüksək təzyiqdən alçaq təzyiqə doğru hərəkət eləyir. Gecə isə dağın başında təzyiq yüksək olur deyə, oradan üzü aşağıya doğru hərəkət eləyir. Föhn küləkləri də fen sözü ilə yadda saxlayın. Fen saçımızı neyniyir? İsti quru hava verərək qurudur. Föhn küləyi də isti quru küləklərdir. Təsərrüfata zərər verir ilin soyuq dövründə. Siklon, antisiklon haqqında danışaq. Çox vacib mövzudur. Hər dəfə qəbula da, keçən il də qəbula düşmüşdü. Yəni ki, 2025-də. Deməli, uşaqlar, şimal yarım kürəsində siklon, şimal yarım kürəsində saat əqrəbinin əksinə hərəkət eləyir. Saat əqrəbinin əksinə.
Baxın, bunu nə ilə yadda saxlayırsınız? Bura 2 dənə nöqtə qoysam, üzgün smaylik olar. Üzgün smaylikdən olanda başa düşün ki, saat əqrəbinin əksinə hərəkət eləyibdir. Cənubi yarımkürəsində isə baxın, gülən smaylik olacaq. Gülən. Bu o deməkdir ki, bax belə də, yəni gülən smaylik budur. Bu birisi də üzgün smaylikdir. Güləndə bilin ki, saat əqrəbinin istiqamətində gedir. Ağlayanda bilin ki, saat əqrəbinin əksinə hərəkət eləyibdir. Antisiklonda belə bir problem yoxdur. Baxan kimi görünür ki, saat əqrəbi istiqamətidir də, yəni belədir. Şimal yarımkürəsində. Cənub yarımkürəsində isə görürsünüz tərsinə fırlanır. Siklon deməli kənarda olur yüksək təzyiq, kənarda yüksək təzyiq. Mərkəzdə alçaq təzyiq. Deyək ki, kənarda olacaq 760 mm civə sütunu, mərkəzdə olacaq 750. Bilirik ki, bütün küləklər, bütün hərəkətlər yüksək təzyiqdən alçaq təzyiqə doğrudur da uşaqlar. Deməli, kənarda 760-dır, oradan içəriyə doğru hərəkət eləyir. Siklonda isə, antisiklonda isə kənarda alçaqdır, mərkəzdə yüksəkdir. Burada, bax buna, bu sakit havaya deyilir şəlakət. Siklonda isə müşahidə olunan vəziyyətə deyilir, biz deyirik da, yəni fəlakət. Burada fəlakət olur siklonda. Düşünün ki, yüksək təzyiqdən alçağa hərəkət eləyir, fırtına qopur, tayfundur, tornadodur, belə şeylər, belə hallar müşahidə olunur. Burada isə əksinə yüksəkdən alçağa getdiyinə görə sakitçilik olur, sakit hava müşahidə olunur. Burada deməli, tayfunlar, deyir ki, siklon daxil olarsa bulud yağıntılı küləklər yaranır və tayfundakı tropik siklondur. Tayfun yaranır, tornado yaranır. Tayfun Cənub-Şərqi Asiyadadır. Bax, Şərqi Asiya, Hindistan, Filippin, Koreya. Tornado da Amerikadadır. Mərkəzi Amerikada, Karib dənizi, Florida, Antil adaları tərəfdə müşahidə olunur. Antisiklonda yüksək təzyiq sahəsidir. Mərkəzdə yüksək, kənarda alçaq təzyiq. Buna deyilir şəlakət. Yəni, havanın tam sakit, küləksiz vəziyyəti müşahidə olunur. Mussonlar deməli, mövsümü küləklərdir. Adından da görünür mövsümü. Müşahidə olunur harda? Mussonlar uşaqlar. Avrasiyanın şərqində. Yəni ki, bu Yapon adalarıdır, Filippindir, Hindiçin, sonra orada bütün Cənub-Şərqi Asiya. Hamısında müşahidə olunur musson küləkləri. 6 ay yağış gətirir özü ilə. 6 ay isə quraq olur. Yayda okeandan dənizə əsir, qışda okeandan, deməli qurudan okeana hərəkət eləyir. Sonra birizlər isə gecə-gündüz küləkləridir. Gecə deməli qurudan dənizə əsir, gündüz isə dənizdən quruya əsir. Bir növ musson küləkləri kimidir. Musson da dedik ki, yayda okeandan quruya, qışda qurudan okeana hərəkət eləyir.